Sabahınız xeyir, telesəhər izləyirsiniz və bir daha xatırladım ki, bugün gecə saat 1 radələrində Ermənistan ordusu ikinci böyük şəhərimiz Gəncəni yenidən raket ateşinə tutdu və dağıntı var, 20-yə yaxın ev dağılıb, 13 nəfər vətəndaşımız dünyasını dəyişib, dünyasını dəyişənlər arasında uşaqlar da var və 40-dan çox yaralımız var. Onu da qeyd edeyim ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda hadisə yerində axtarışlar aparırlar və Fövqəladə Hallar Naziri General-Polkovnik Kəmaləddin Heydərov və Respublikanın Baş Prokuroru Kamran Əliyev də hadisə yerindədir. Biz isə mövzumuzu davam edirik. Ermənistan ordusunun bu hərəkəti müharibə cinayətidir və bütün dünyanın gözü qarşısında bu cinayəti törətməkdə davam edir. Elə mövzumuzla danışmaq üçün, mövzumuz barəsində danışmaq üçün hüquq üzrə fəlsəfə doktoru, Slaven Universitetinin dosenti, ehtiyatda olan polis polkovniki və Qarabağ müharibəsi veteranı Sadir Məmmədovu studiyamıza dəvət etmişik. Sabahınız xeyir, xoş gəldiniz. Sabahınız xeyir olsun. Bəli, bugünkü gün təbii ki biz gündəm Gəncədir. Çünki Gəncə artıq ikinci dəfə düşmən tərəfindən raket ateşinə tutulur və neçə yaşayış məntəqəsi, yaşayış binaları dağıdılıb. Təəssüf ki, həlak olanlar var. Allah hər birinə rəhmət eləsin. Yaralılara biz tezliklə şəfa diləyirik. Siz də ümumiyyətlə, Sadir müəllim, hərbçisiz və maraqlıdır ki, ümumiyyətlə hərbdə də necə deyirlər, müharibənin də qayda qanunu olur. Bəli. Amma Ermənistan tərəfi görür ki, düşmənimiz o qayda qanunlara da əməl etmir. Nə müharibəni haqlı aparır, nə siyasi masada olan qayda qanunlara riayət edir. Heç bir halda, belə deyək, adekvat addımlar görə bilmirik. Bu törədilən hadisələrə də biz hərbi cinayət adlandıra bilərikmi? Terror adlandıra bilərikmi? Bəli, çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində terrorçuluq maddəsi var ki, hansı ki, terror cinayətlərini təsbit edir. Onların məqsədi nədir? Birincisi, vahimə yaratmaq, beynəlxalq təşkilatları məcbur etmək ki, qeyri-qanuni qərarlar qəbul eləmək. Çünki bu ermənilər, ümumiyyətlə Ermənistan terrorçu dövlətdir. Əgər əsrlərdən baxsaq, daima bunlar terrorla məşğul olub və böyük bir Ermənistan yaratmaq üçün bunların məqsədi ondan başlayıb. Bugün əlbəttə onları təşkilatlandıran ermənilər, onların dırnaq arası ziyalıları gizləniblər. Baxmayaraq ki, erməni xalqı artıq məhvə doğru gedir və o məqsədlə də onlar artıq uduzduqlarını görürlər, məğlub olmaq əvəzinə və təslim olub hansısa qərarları bizim tərəfimizdən qəbul etmək əvəzinə bax, bu terrora əl atırlar. Ona görə də növbəti terror hadisəsi gecə Gəncədə baş verdi. Onlar hələ 1988-92-ci illərdə Azərbaycanda çoxlu terror hadisələri törətmişdilər. Yadınızdadırsa, metropolitində partlayış olmuşdu, avtobusdu, sonra aeroportda, sonra 20 noyabr 91-ci ildə bizim dövlət xadimlərin Qarakənd ətrafında güllələdilər. 22 nəfər bizim Respublikanın ən vəzifəli şəxsləri, hansı ki, orada sülh məramlı getmişdilər. Yəni, bu onların xislətidir. Onlar uduzduqlarını görürlər, məğlubiyyətini görürlər. Çünki bizim möhtərəm prezidentimiz Ali Baş Komandanın bugün apardığı siyasət onu sərkərdəliyib, bir daha sübut edir ki, erməni xalqı işğalçı bir dövlətdir və dünyaya car çəkmək istəyir ki, beynəlxalq təşkilatlar bunların haqqında müsbət bir qərar çıxarda bilsin ki, bəli, erməni xalqı artıq məhvə doğru gedir. Belə geçsə, erməni dövləti olmayacaqdır. Bunlar bugün də bu terror aktlarına, belə deyək, əl atırlar və elə diversi qruplarının qarşısı alındı bizim tərəfimizdən. Diversi qrupunun başçısı tutulmuşdu, bildirilmişdi. O da özü də etiraf etmişdi ki, biz o məqsədlə Azərbaycana göndərilmişik ki, orada terror aktları törədi. İndinin özündə belə neçə müxtəlif yerlərdən, belə deyək, elə terrorçular, şübhəli şəxslər saxlanılır. Bəli, tamamilə. Bunlar təkcə Azərbaycanda deyil, dünyanın hər yerində terrorla məşğul olan bir xalqdır. Əgər yadınızdadırsa, bunlar hələ 32 nəfər türk diplomatın qətlə yetirmişdilər terror vasitəsilə. Tarixi izləsək, bunların xislətində terrorçuluq var. Fəxr etdikləri asıla terror təşkilatları var. Təkcə asıla deyil, onların kökündə daşnaq sütundur. Ondan sonra Qınçaq təşkilatıdır. 12-13 onların terror təşkilatı var ki, onların da icraçısı Asala təşkilatı olubdur. Bugün də onlar onu. Axırda onlar getdilər həmən təşkilatlanmanın Kurum təşkilatına, Dağlıq Qarabağa. Yadınızdadırsa, orada Pagasyan vardı, Manuçarov vardı. Zoru Balayanın 1974-cü ildə yazdığı əsərdə bunlara bir proqram verdi. Bugün Zoru Balayan kənarda qalıb, ancaq millət qırılır.
xalq qırılır. Bax, bütün bundan başlamaq lazımdır. Bunu bütün dünya bilməlidir. Mənə elə gəlir ki, onların bugün törətdikləri bu qanlı cinayət dünyada heç də müsbət qəbul olunmuyor. Bu hərbi cinayətdir. Müharibənin öz qayda qanunları var. Onlar dinc əhaliyə qarşı bunu etməməlidirlər. Siz özünüz vurğuladınız ki, bu hadisələri törətməklə istəyirlər ki, beynəlxalq təşkilatlar bunlar haqqında qeyri-qanuni qərarlar versin. Sonra da vurğuladınız ki, eyni cümlənin sadəcə qeyri-qanuni yerinə müsbət qərarlar dediniz. Sadir bəy, müsbət qərar qeyri-qanuni qərarla biraz təzad təşkil edir, amma... Onların xeyrinə müsbətdir rəqadəsi. Bəli, onların xeyrinə güya ki qırılırlar, dünyaya car çəkirlər. Bunların arxasında dayanan dövlətlər var. Azərbaycanı aqressor kimi göstərmək istəyirlər, amma... Təqdim etmək istəyirlər, ancaq bu mümkün deyil. Şuşada kilsənin vurulmasını yalandan, bu yenə də dezinformasiya yaymaqla necə bunu böyük şirtdilər, necə beynəlxalq mətbuatda da bu çox müzakirə olundu, halbuki sonra da faktlar, sübutlar yetirildi ki, bu belə deyil, orada təmir işləri aparılırdı, yalandan onu elə tirajlayırlar ki, güya Azərbaycan kilsəni vurub, halbuki Azərbaycan multikultural ölkədir və biz bütün ölkəyə bugün nümunəyi müxtəlif xarici ölkələrdə Azərbaycan multikulturalizmə fənni tədris olunur, bunu xüsusilə qeyd etmək istəyirəm və bizim ölkəmizdə bir neçə sinagoglar, kilsələr var və dövlət tərəfindən məhz büdcədən pul ayrılır onların təmiri üçün. Yəni Azərbaycan niyə ki belə addım atsın? Yox, bilirsiniz necədir? Bunlar ümumiyyətcə bütün onların təxribatlarına qarşı bizim möhtərəm prezidentimiz, Ali Başkomandanın çıxışları ki, müxtəlif informasiya vasitələrinə verdiyi çıxışları ilə onların bütün o planlarını məhv elədi və onların yalanları ortaya çıxır. Mən deyərdim ki, bugünkü müharibə ilə bərabər bizim Ali Başkomandanın o çıxışları ki var, mütəmadi olaraq... Xalqımıza müraciəti. Bəli. Xalqımıza müraciət. Xalqımıza müraciətləri ki var. Bu müraciətlə artıq dünya bildi ki, ermənilər doğrudan da etdikləri bütün bu hərəkətlər təxribat xarakterlidir. Onlar daimi təxribatlarla yaşayırlar. Nəyə görə? Əvvəlcədən planlaşdırdıqları bir işin arxasında mütləq təxribat durur. Çünki onların başqa bir qüvvəsi yoxdur. Və onlar bilirlər ki, artıq Dağlıq Qarabağ deyərdim ki, boşdur. Orada erməni qala bilməz, qeyri-mümkündür. Orada bir nəfər də erməni qala. Mən onlarla 4 il işləmişəm. Mən yaxşı bilirəm ki, onlar necə qorxaq, ondan arxadan zərbə vuran, planları hansıda məkirli, daima onlar çalışırlar ki, insanlara qarşı bilirsiniz, hiləgərlik işlətməklə məşğuldur. Açıq siyasətlə məşğul deyirlər. Sədim bəy, çox üzr istəyirəm, indi xatırladım. Bax, elə nə qədər bizləri bu məkirli insanlardılar ki, nə qədər insaniyyətdən belə kənar bir xalqdır ki, götürüb qəbirstanlıqları vururlar. Bunlar həm Tərtərdə, həm daha sonra Ağdamda biz qeyd etdik ki, dəfn mərasimi həyata keçirilən zaman qəbirstanlığa atəş açmaq, bu nə deməkdir? Bu, bundan aşağı dəfn heç bir mərasimi şey həyata keçən molla yaralandı, orada işləyən qəbirstanlıqda həmin şəxs yaralandı. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq insanıq hamımız, bu dünyada insanıq. Uşaq öldürürlər, qadın öldürürlər, qoca öldürürlər. Öldürməklə yəni sakitləşmirlər, qəbirstanlığa hücum edirlər, dini abidələrə hücum edirlər. Məsəl üçün, özləri xristiyan milləti ola-ola bizim məscidlərimizə hücumlar edirlər. Bu, ümumiyyətlə, insanlığa sığışmayan bütün bu faktorlar fonunda bəlkə də insanlığını çoxdan itirib bu millət. Mən, bilirsiniz, ümumi millət... Olmayıb heç məncə. Mən deyə bilərdim ki, bax, sizə bir misal çəkim. 1918-ci ildəki 20-ci illər bilirsiniz də, ermənilər bizə qarşı qırğınlar törədilər və həmin qırğınlar Qarabağdan başlamış Lənkərana, Lənkərandan Böyükkəsiyə, Qusardan başlamış Bakıya qədər, bütün ərazi, Şamaxı, Qubatlı, hər yerdə. 1918-ci ildə Naxçıvanda Əmov kəndi deyilən bir kəndimiz var idi. Onlar bizimkiləri qətilə yetirəndə bir hamilə qadını o ki, süngü ilə qarnı yararaq, üzr istəyirəm, oradan uşağı çıxardıb diridir. Deyir, yap o, mən bir müsəlman yap olsun, deyir, məhv elədim. Bu qədər əzazil, bu qədər qəddar bir millətdir. Onların psixologiyasına girir. Bəli, sosial şəbəkələrdə bir erməni Aşotyan adlı paylaşmışdı. Bizim Gəncədə yaralanan uşaqların, körpələrin şəkillərini paylaşıb yazır ki, biz Ermənistan xalq olaraq güclüyük, yenə biz qalib gəldik. Və yaralı körpə uşaqların şəklini paylaşır. Siz özünüz də veteranısınız, Qarabağ müharibəsi veteranısınız və döyüşmüsünüz və özünüz də Ağdamlısınız və bilirik ki, sizin doğulu boya başa çatdığınız rayon özü 6000 şəhid verib. Birinci Qarabağ müharibəsi 6000-dən çox şəhid verib və orada da həmin dövrdə döyüşən oğullarımız var idi. Bu torpaq uğrunda canından keçən, bu qanı bu torpağa tökən oğullarımız var idi. Mən istəyirəm birinci Qarabağ savaşını xatırlayaq ki,
siz döyüşdüyünüz zamanda yəqin ki, erməni kəndlərində sizin də qarşınıza erməni qadını, uşağı çıxırdı. Bəli. Azərbaycan əskərinin humanizmi illərdir var da, bu bizim babalarımızdan gələn Tamamilə ənənədir. doğrudur. Bir də onların bizim Qaradağlıda, Xocalıda törətdiyi faciələr var da, yəni. Bəli, Göz bax, mən görə görə. deyim ki, mənim gözümlə gördüyüm Ağdərənin özündə mən Ağdərə polis şöbəsinin rəisi də olmuşam. O birinci dəfə 92-ci ildə alınanda birinci rəis idim. Onların əsirlərinə belə bizim xalqımız tərəfindən haradasa bir imkan vermirdik ki, onlara hətta belə toxunalar və hətta təhqir eləyələr. Yadınıza düşürsə 1991-ci ildə bir Ümid adında bir tədbir keçirildi, pasportlu rejim. 725 erməni tutuldu. Həmən ermənilər pasportlu rejim haqqı, onda təşkilat komitəsi idi. Hətta həmin ermənilər bizdə türmədə saxlanılırdı, Şuşa türməsində saxlanılırdı, sonra Şahbulaqda saxlanılırdı. Onlarla rəftar o qədər diqqətli idi ki, çünki hər dövrün öz qayda qanunları var. Müharibənin də öz qayda qanunları var. Ancaq bugünkü ermənilərin etdiyi hərəkətlər ancaq vəhşilikdir. Onların beynində bir psixoloji çatışmamazlıq var. Mən sizi inandırım ki, mən onların içərisində çox olmuşam. Danışırdılar səninlə çox mehriban, ancaq sonra yoxlayırdın ki, o artıq həmin kurungun üzvüdür və orada-burada terror törədir, silah topalayır. Bu günləri bu hadisə ki var, Gəncə hadisəsi, onu törədən, ona şərait yaradan, onu maliyyələşdirən 214-cü maddənin ikinci hissəsində yazıbdır. Onları maliyyələşdirən dövlətlər də məsuliyyət daşıyır. Elə maddələrdən danışmışkən, mən istəyərəm beynəlxalq təşkilatlara nəzər yetirək. Bəli. Düşünün ki, bu hadisə, Gəncədə baş verən hadisə, ya üzv dövlət fərqi yoxdur, ya da Avropanın istənilən bir məkanında, bir şəhərində baş verir. O zaman ATƏT-in Minsk qrupunun ora münasibəti necə olacaqdı? ATƏT-in münasibəti nə olacaqdı? BMT-nin Təhlükəsizlik Şurasının münasibəti nə olacaqdı? Bildiniz necə? Yəni, və Gəncədəki hadisəyə hələ də susurlar. Bax, fikir verin, Fransada yadınıza düşür, 11 nəfər həlak olmuşdu, necə qərarlar qəbul edir. Görün, ATƏT-in Minsk qrupunun üzvləri kimdir? Erməni dövlətini yaradan dövlətlərdir. Fransa, İngiltərə, Rusiya. Bu ermənilər hardan yığışdılar? İrandan, oradan, buradan topalandılar və bizim o ərazini verdilər. Ermənistan bugün başa düşmür ki, onların özünün dövləti təhlükədədir. Bu hərəkətlərlə onların sonu ola bilər. Bəli, elə sonu olacaq da, çünki layiqli cavabı veriləcək elə Gəncədə törədilən bu hadisələrə, bu cinayətin də cavabı veriləcək ki, bilirik, bugün də raket atəşinin tutulması nəticəsində Gəncənin yaralananlar da var, həlak olanlar da var. Yaralıların vəziyyəti ilə bağlı bir süjetimiz var. Sadə müəllim, onu izləyək, ardınca söhbətimizə davam edəcəyik. Gecə saat 1 idi, yatdığım yerdə birdən gürültü qopdu. Ayna qapağımız çıxdı, belimə töküldü, başıma şüşə girdi. Elə skor ilə gəldim bura, belə. İndi nə cür səhətinizi sevirsiniz? İndi normal idi, pis deyil. Başqa kimsə var idi? Yoldaşım idi, ona heç nə olmayan. Bir anda oldu her şey. Evin ikinci mərtəbəsi tutdu. Çıxdım, heç necə çıxdığımı da bilmirəm. Düşəndə çolu gördüm, elə evin qabağı bütün hər yer dümdüz. Heç nə də görsəm bir, hər yer qıpqırmızı toz idi, nə idi. Nə yaralar aldınız? Onun başım çapılıbdı, əlimin vətəri qopub, bir də ayağım yaralanıb. Təxminən şöbəyə gecə axşam 1 radələrində 30-a yaxın müxtəlif bədən xəsarətlərindən xəsarət alaraq gətirilmişdir. Xəstələrə lazımı cərrahi travmatoloji tədbirlər görülmüş və ambulator müalicəyə buraxılmışdır. İndi hazırda Hazırda şöbədə 2 nəfər nəzarətdə var. Birinin əlində vətərində kəsliyi olduğuna görə əməliyyat planlı şəkildə əməliyyat hazırlanacaq. Digərlərin vəziyyəti nə cür idi? Digərlərin vəziyyətini mükafi adlandırmaq olar, ambulator müalicə təyin olunub. Allah şəfa versin Allah yaralılarımıza. şəfa versin. Bu da erməni xisləti, erməni düşmənimizin xəstə təfəkkürü. Əslində bu nəinki Azərbaycanlılara, Gəncəlilərə, Azərbaycanlılara qarşı düşünürəm, ümumiyyətlə bir insanlığa bir təhlükədirlər. Onlar bizim ölkəmizə yox, həm də qonşu ölkələrə, ümumiyyətlə region üçün bir təhlükə kəsb edirlər, bir təhdiddirlər. Təkcə region deyil, bütün dünyada. Çünki bunların bu qeyri-qanuni silahlanması, onların təchiz olunması o silahla hansısa dövlətlərin maraqları hamıya məlumdur. Bax, bu gün də görürsünüz ki, İran Respublikasından ora silah daşınır,
məlumatlar var da. Bax, o silahlar hansı dövlətdə istehsal olunub və haradan alınıbdır? Bu silahlar nəyə yönəldilibdir? Onların atdıqları, bunlar hamısı yəqin ki, araşdırılacaqdır. Qadağan olunmuş silahlardır. İçərisində ağ fosfor olan balistik Bəli, raketlər hansı ki, atırlar qadağandı, o qanunçuluğuna, bu qəti insanlığa qarşı olan ən ağır cinayətdir. Bax, onu onlara verən dövlətlər var, təchiz edən. Fikir ver, Xarici İşlər Nazirinin, Ermənistan Xarici İşlər Nazirinin təyyarəsində silah daşınır. Buna necə baxma olar? Hansı dövlətdə, harada daşınır bu? Harada yüklənir? Ümumiyyətlə, hava təhlükəsizlik qaydalarının pozulması birbaşa deməkdir bu qaydalar. Bütün bu beynəlxalq qanunların pozulmasıdır. Ya da Ermənistan Müdafiə Naziri çıxır açıq şəkildə Azərbaycan dövlətini təhdid edir ki, mülki əhalinin mülki ərazisini vuracam. Yəni bir qanuni, suveren dövlətin ərazisini və əhalisini sən atəş altında saxlamağa durub deyirsən və sən ölkənin müdafiə nazirisən. Və məqsədini açıqlayır ki, panika yaratmaq üçün biz bu şərtlərə də Makaron çox narahatdır ki, ermənilər buradan Dağlıq Qarabağda qovulur. Ancaq bu qədər və də bu Fransanın adını da deyir, makaron deyəklər ona. Çünki makarona oxşuyur. Həqiqətən mən o təhqir edir o milləti. Ona deməkdən ki, ay erməni, sən çıx o torpaqlardan, get dinc ölkəmdə yaşa. Sənə ölkə yaradıblar, ərazi veriblər. Onun əvəzinə bizə qarşı çıxsın desin ki, niyə bu hadisələri törədirsiniz? Fikir verirsiniz, ikili standartlar mövcuddur. Əlbət düşünürəm ki, özünün əhalisi, mülki əhalisi təhlükədə deyil və yetəri qədər regiondan uzaq bir dövlətdir. Regiondan uzaq olduğuna görə də bu şeyi rahat şəkildə danışa bilir. Rahat danışa bilir. Sonra elə dövlətlər var ki, maraqlıdır bu hadisələrdə, çox maraqlıdır ki, bu müharibə olsun. Elə dövlətlər var ki, bundan varlanmaq istəyir, öz silahlarını satmaq istəyir. Bilirsiniz, müharibə elə bir şeydir ki, burada təkcə terrordan deyilmir, ümumi olaraq beynəlxalq cinayətlərdən gedir. Əlbəttə. Bir millətin məhv olması, erməni xalqı məhvə doğru gedir. Bax, bugün o Gəncə hadisəsinin heç yeri varıdırmı? Onu etməklə o nə edə bilər? Onsuz da xalqımız qorxmur. Xalqımız məhddir, xalqımız bugün ruh yüksəkliyi ilə. Mən özüm də 2 dəfə getdim, Yevlaxdan keçə bilmədim. Ki, gedək döyüşməyə, dedilər, axsaqqal adamsan, get. Çünki bilirsiniz, xalqımızda elə bir ruh yüksəkliyi var ki, mən onların qanı yerdə qalmayacaq. Bəlkə də elə bax, bu bizim birliyimiz, həmrəyliyimiz onları qorxudur. Bəlkə də elə bizim bu qətiyyətli ölkə başçısının, Ali Başkomandanın qətiyyətli qərarı onları qorxudur. Ona görə bu addım atırlar. Təkcə qorxutmur, onlarda vahimə yaradır. Mən sizi inandırım. Çünki bizim prezident öz çıxışları ilə, öz müraciətləri ilə, bütün o dünya kütləvi informasiya vasitələrlə verdiyi həmən danışıqlarla demək olar ki, müharibə qədər zərbə vurur ermənilərə. Və eyni zamanda erməniləri dəstəkləyən dövlətlərə böyük zərbə vurur. Mesajlar ötürür. Onları sifət açılır. Gəncəyə bağlanaq. Əməkdaşımız Vəfa Ağabalayeva ilə danışaq. Hazırda Gəncədə də bağlanırıq təfərrüatları öyrənmək üçün. Vəfa, sabahınız xeyir olsun. Söz sizdədir. Son vəziyyətlə bağlı bizi də tanış edərdiniz. Sabahınız xeyir Səidə, sabahınız xeyir Tofiq. Bəli, biz hazırda hadisə yerindəyik və artıq gecə saat 1-də burada hadisə baş verdi və hadisə baş verən andan burada çəkilişlər aparır əməkdaşlarımız, eyni zamanda digər media qurumları. Hazırda indiki vəziyyəti sizə çatdırmaq istəyirəm ki, burada Baş prokurorluğun işçiləri buradadır, eyni zamanda baş prokuror Kamran müəllim də buradadır. Fövqəladə Hallar Nazirliyindən əməkdaşlar dünən gecədən artıq burada təxliyə işləri aparır, xilas etmə işləri aparır və Fövqəladə Hallar Naziri Kemaləddin Heydarov, eyni zamanda Niyazi Bayramov da buradadır, Gəncə şəhər icra hakiminin icra hakimi və hazırda hadisə yerinə baxış keçirirlər. Elə operatorumuz da bu həmin görüntüləri sizə göstərir. İndiki vəziyyətə uyğun olaraq qəhrəman digər tərəfi çək. Baxın, orada təxliyə işləri, ümumiyyətlə bütün proseslər yekunlaşıb demək olar təxliyə işləri. Amma Fövqəladə Hallar Nazirliyinin əməkdaşları burada çalışırlar və artıq bu gecədən aparılır bu proses. İndi siz görürsünüz həmin o səhnəni. Proses davam edir. Hazırki vəziyyət bu yerdədir, amma biz yenə də canlı yayımda qalırıq. Mənim çatdıracağım informasiya hazırda bunlardır. Birazdan yəqin ki, müsahibələr də olacaq, amma kadrlar sizdə canlı yayımlanacaq.
Vəfa, aldığımız məlumata görə xüsusi qərargah yaradılıb. Bununla bağlı nə deyə bilərsiniz bizim tamaşaçılarımıza? Sən bəli, belə deyirlər, amma hələ ki dəqiq bir məlumat verilməyib bizə. Bizə məlumat verildiyi təqdirdə biz həmin informasiyanı sizə çatdıracaq. Bəs orada qardaş Türkiyənin media nümayəndələri və media mənsublarından başqa digər ölkələrin kütləvi informasiya vasitələri varmı? Çünki bu hadisə mütləq dünya mediasında geniş şəkildə işıqlanmalıdır. Düzgün qeyd etdin. Gecədən etibarən qardaş Türk dövlətinin, Türkiyənin media qurumları burada çalışırlar və operativ şəkildə bütün dünyaya bu terrorizm aktını çatdırmağa çalışırlar. Mənim qarşılaşdığım, ən azından öz fikrimi bölüşəcəm, mənim qarşılaşdığım burada media qurumları yalnız Türkiyənin nümayəndələri idi. Hələ ki digər ölkələrin media qurumlarını görməmişəm, amma gördüyüm təqdirdə həmin insanlarla da söhbət etməyə çalışacağam və bu terrorizm aktını bütün dünyaya necə çatdırırlar, onlardan da bir fikirlərini alacağım və irəlidəki saatlarda da bunları mütləq sizinlə bölüşəcəm, izləyicilərlə bölüşəcəm. Vəfa, təşəkkür edirik sənə. Növbəti saatda da sənə yenidən qoşulacaq. Son vəziyyətlə tanış olmaq üçün. Bəli, elə ilk hadisələrdən sonra, Gəncədə birinci raket atəşi açıldıqdan sonra ora diplomatik nümayəndələr, diplomatik korpusun nümayəndələri xatırlayırsınızsa cəlb olunmuşlar, hərbi atəşlər və vəziyyətlə bağlı Prezidentin köməkçisi də Hikmət Hacıyev də onları tanış etmişdi ki, onlar da qəti şəkildə bu təxribatı pisləmişdilər. Yəqin ki, eyni vəziyyət bununla da bağlı olacaq, bugünkü hadisə ilə də bağlı olacaq. Olacaq, üzr istəyirəm, amma bu bizim siyasətimizdir. Bu Azərbaycanın siyasətidir ki, ölkəmizdə olan diplomatik nümayəndələri aparıb həmin hadisə ilə tanış edirlər. Amma mən burada da informasiya cəbhəsində də ikili standarta toxunacağam. Bu hadisə, yenə deyirəm, başqa bir ölkənin arasında olsaydı, artıq orada bəlkə də bir 10 ölkənin media mənsubları gəlib və bunu öz ölkələrində eyni zamanda bütün dünyada işıqlandırırdılar ki, bax, belə bir hadisə baş verib. Gəncədə o ilk dəfə hadisə baş verəndə heç bir xarici mətbuat orqanında bununla bağlı məlumat yayınlanmamışdır. Yenə də qardaş Türkiyə bizim yanımızdadır. Çox sağ olsunlar, işıqlandırırlar, amma digər böyük dövlətlərin böyük mətbu orqanları var ki, onlar Azərbaycan əleyhinə istənilən hadisəni işıqlandırmağa can atırlar, amma bu hadisəni işıqlandırmırlar, susurlar, ümumiyyətlə yazmırlar. Sən əgər xəbər hazırlayırsansa, həm saytda olsun, qəzetdə olsun, televiziya və radioda olsun, xəbər xatirinə olsa belə bunu deməlisən. Çünki Azərbaycan televiziya və radioları, eyni zamanda kütləvi informasiya vasitələri hər hansı dünyanın bir şəhərində kilometrlərlə uzaq, minlərlə kilometrlər uzaq bir şəhərdə, nə bilim, qəsəbədə hadisə baş verirsə, operativ şəkildə bunu məlumatlandırırıq və oxucularımıza, dinləyicilərimizə, izləyicilərimizə çatdırırıq. Amma yenə də dünya mediası susur. Beynəlxalq təşkilatlar bir yana mediada susur. Bunun səbəbləri var. Əlbəttə, bax, o bizim ki, bütün səfirliklər ki, orada iştirak elədilər. Bu çox böyük bir tədbir oldu. Çünki dünya bilməlidir. Bizim başımıza gələn bu əhvalatların kökündə informasiyanın yayılmaması olubdur. Təbliğat getməyib. Lakin, bax, görürsünüz, bizim möhtərəm prezidentin özünün çıxışlarıdır, bu cür tədbirlərdir, artıq dünyaya bəyan eləyir. Onların isə burada iştirak eləməməyi, o xristiyan dövlətlərinin, onların məkirli, o daxilində olan bir xristiyanlıq hissiyatı var, təəssübkeşliyi var, bilirsiniz. Burada səbəblərdən biri də budur. Bir də ermənilər bilirsiniz ki, məsələn, əsasən Rusiyanın kütləvi informasiya vasitələrində hamısında ermənilərin nümayəndələri var. Mən özüm bir neçə dəfə yazılar göndərmişəm. Mənim yazılarımı çap eləməyiblər. Sonra gəlmişəm ki, orada redaksiya heyətinin tərkibində erməni redaktoru var. Bütün bunlar hamısı şərtdir. Ancaq bütün bunlara baxmayaraq, bax, bugün Respublikamızda gedən bu tədbirlər var, istər bu müharibə ilə bağlı olsun, istər bizim bu haqq işimizlə bağlı olsun, artıq təkcə bizim Ali Baş Komandanın çıxışı ilə deyərdim ki, bütün o kütləvi informasiya vasitələrinin hamısını əvəz edir. Bugün dünya bu dəqiqə, hətta xristiyanlar özü buna fəxr edir ki, bu cür prezidentimiz var, bizim bu cür Ali Baş Komandanımız var. Bax, bu hamısı informasiya müharibə ilə, döyüşlə bərabər bir şeydir. İnformasiya müharibəsi, mən deyərdim ki, silahlı müharibədən çox güclüdür. Əlbəttə. Ona görə də onların gəlməməsinin səbəbləri, deyirəm sizə ki, orada bir xristiyan xisləti var. Bax, Türkiyədən başqa kim var? Amma Türk qardaşlarımız, hələ
19-cu əsrin sonunda, 20-ci əsrin əvvəllərində də Türk gəlib bizi xilas edir. Siz 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərinə toxundunuz. Mən sizə istəyərdim ki, yaxın keçmişə toxunaq. Məsələn, sizdən əvvəlki qonaqla da həmin mövzunu müzakirə etdim. Bir daha toxunmaq istəyirəm. 1988-ci ildə Azərbaycanın bu münaqişədə verdiyi ilk şəhid 2 Ağdam sakini olub, Bəxtiyarla Əli. Onlar da mülki vətəndaş olublar. Həmin dövrdə də Sovet hakimiyyəti onların şəhid olması ilə bağlı, yəni həlak olması ilə bağlı xəbəri dünyadan və Sovetdən gizlədi. Bildiniz necə? Sovet hökumətindən gizlədi. Yəni davam eləyir. Bəli, 22 fevral 1988-ci ildə 2 şəhid Ağdam cəmaatı və eləcə də qonşu rayon Ağcabədi, Bərdə, Gəncədən millət hamısı yürüyüş təşkil elədilər. Əskəranda oldu həmin. Əskəranda həmən o adamı Cəbi adında pivə zavodun yanında güllə ilə onları qətilə yetirdi. Quliyev Bəxtiyar və Əliyev Hacı. Hacıyev Əli. Həmən Cəbini mən tutdum. Mən o vaxtlar Daxili İşlər Nazirliyində işləyirdim. Həmən Cəbini Əskərəndən gətirdim, verdim Maydanyuk Karl Konstantinoviç vardı. SSR Baş Prokurorunun xüsusi işlər üzrə müstəntiqi. Həbs elədilər, apardılar. Ay yarımdan sonra onu azad elədilər. Dedilər ki, yox, o əgər güllə atmasaydı, bu 2 nəfər qətilə yetmir, fikir verin, motivirovkaya baxın. Bu əgər vurulmasaydı, cəmaat gedəcəkdi, orada toqquşma olacaqdı, daha çox insanlar həlak ola bilərdi. Uşaq baxça. Bax, belə gətirdilər, 1988-ci ildən çıxartdılar. Bax, 32 il əvvəl olan hadisə, siz öz 22 fevral 1988. 32 il sonra 2020-ci ildə yenə canlı şahidisiniz ki, xislət bu millətdə dəyişməyib. Yəni Xocalı bələ soyqırımından sonra mülki əhaliyə necə atəş açıb qətlə yetirmişdilərsə, uşaqlar, eyni şəkildə də qadınlar. bugün uşaqlarımız saydı, mənim həmkarımda demişkən, qadınlar, yəni ordu ilə birbaşa döyüşə qorxurlar da. Birbaşa bizim hərbiçilərlə qarşılaşa bilmirlər. Bəli. Və məhvə doğru gedirlər. Mən azdan çoxdan bilirəm oranın reliefin. Çox mürəkkəb relief var. Ancaq buna baxmayaraq, bəli, təbii istehkamdır, biraz da quruflar. Çünki onlara şərait yaratdılar. 26 il onlar ancaq istehkamlar quruflar. Özə deyirlər, biz müharibə istəmirik. Böyük dövlətlər bunu başa düşmür ki, onlar üçün Minski qrupu hansı şəraiti yaratdı? Bax, bu şəraiti yaratdı. Onlar silahlandılar. Bax, bu silahlanmanın əsas səbəbi ATƏT-in Minski qrupunun günahından irəli gəlir ki, onlar təcili qərarlar qəbul eləməli idi və Dağlıq Qarabağda 2 millətin bir yerdə yaşamasını təmin eləməli idi. Etmişlər də əslində. Əslində etmişlər də. 93-cü ilin aprelindən noyabrına kimi 4 qətnamə qəbul etdilər. Amma bu qətnaməni yenə də 2020-ci ildə Ali Baş Komandanın siyasi iradəsi ilə Azərbaycan ordusu özü həyata keçirməyə başladı. Minsk qrupunun edə bilmədiyini biz döyüş meydanında etdik və o təməl prinsiplərini artıq biz deyə bilərik ki, həyata keçirməyə başlamışıq. Elə ən son aldığımız məlumata görə də Sadir müəllim, elə hal-hazırda da düşmən tərəfi Tərtər, Ağdam, Bərdə və Ağcabədi istiqamətlərini atəşə tutur. Ağır artilleriyadan yenə də mülki obyektləri, mülki şəxsləri hədəf alırlar. Mən ötən gün elə Vladimir Solovyovun proqramını izlədim. Orada bizim dəyərli yazıçımız, siz də baxdınız, Çingiz Abdullayevin də çox dəyərli fikirlərini səsləndirdi. Həm Şiisiyyat Minutda, həm də daha sonra Solovyovun da verilişində. Deyir ki, əgər hər hansı bir elə Sənanın sözünə qüvvət Avropa ölkəsində bir hadisə baş verəndə, onun bir lideri, həmin ölkənin lideri çıxış eləyəndə ki, belə bir hal baş verib, ona dərhal inanırsınız. Amma deyəndə ki, Ermənistan Azərbaycana qarşı belə hərbi cinayət törədir, belə təxribat törənidir, daha sonra muzullardan, terrorçulardan istifadə edir. Siz buna şübhə ilə yanaşırsınız və inanmırsınız. Bax, bunu da bayaq mən dedim ki, burada bir xristiyanlıq təəssübkeşi var. Bütün onlar Ermənistanı bilirsiniz, bir çox dövlətlər, ən böyük dövlətlər ki var, adlarını çəkmək istəmirəm, onlar bir terrorçu dövlət kimi saxlayırlar. Ermənilərin orada yerləşməsinin bizim ərazidə tarixini yaxşı bilirsiniz də, ona mən getmək istəmirəm, mövzudan uzaqlaşmaq istəmirəm. Özləri öz tarixlərinin 150 ilə qoydu abidəni uçurduqlar da. O yalan söhbətlərdir. Alman türmələri, arsaq sözü türk sözüdür kökü. İndi onlar onu dərk eləmir, özlərini gətirib çıxardıqlar ki, arsaq. Arsağın kökü sözün, arsaq bu türk sözüdür. Türk mənşəlli sözdür. Hələ ki onu başa düşmürlər. Mən deyim, onların təfəkküründə, mən onlarla işləmişəm. Qarabağ sözünə biz diqqət Qarabağın özüdür. Qarabağ deməkdir. Bəli, o xanın Qarabağı, orada gəzmək. Bilirsiniz, mən orada bütün oraların daşını da tanıyıram, çayını da tanıyıram, dağlarını da, hündürlükləri, yüksəklikləri tanıyıram. Sanki
mətbuatda işıqlananda mən gözümü Nə qabağına olar cənab gətirirəm. polkovnik? İnşallah rəşadətli ordumuz o torpaqları işğaldan azad edəcək. Biz buna Kitabda dediyi inanırıq. kimi, tanı oğlunu, tanı vətəni. vətən. Siz də bizi apararsınız, tanış eləyərsiniz də. Biz mütləq, görməmişik onları. mütləq. Siz Adam aparıb bizlə tarixini tanış eləyərsiniz. tanımalıdır. Mütləq. Yeri gəlmişkən elə Kisilyovun verilişindən də öz müsahibəsində ölkə başçı çox gözəl sonda o tarixi faktları tamaşaçıların diqqətinə çatdırdı. Yəqin ki, siz də izlədiniz, Sadil müəllim. Hardan başladı, necə ermənilər ora köçürülüb, ümumiyyətlə tarixi o əzəli torpaqlarımız Bəli. barədə Pənahəli xanım Şuşadan başlaması, Kürək bəli. müqaviləsi. Bunların hamısını çox Kürək gözəl çay. şəkildə bəli Kisilyovun Qısa proqramına olaraq diqqətə o qədər çatdırdı. sanki bir raket udarı olaraq Xronoloji ardıcıllıqla Bəli. bütün tarixi məqamları, bax fikir verirsiniz də, şərhlər gedir də dünyada beynəlxalq kütləvi informasiya vasitələrində. Bizim möhtərəm prezidentimizin bir çıxışı ilə hamısı puxuparaq məhv olub gedir. Bilirsiniz, burada tarix var, fakt var. Faktdan düzgün istiqamət yoxdur. Paşinyanın çıxışından danışdıq. Paşinyan- Yenə də növbəti dəfə özünü biabır eləyir. Hər müsahibəsində, hər çıxışında. O insan, mən inandırım sizi ki, o psixopatdır. Mən sizi Onun inandırım, ümumiyyətlə o psixoloji fikri toparlaya sarsıntıları bilmir. var, bəli. Ya psixopatlı ya da psixopat etmişik də, ordumuz zərbələr endirə-endirə. İndi o heç, o kontuziya alıb başqa iş təqdir eləməkdir. Ancaq onda həqiqi onda şizofreniya. Mən keçmişəm, mən medisina keçmişəm. Mən onun danışıqlarında, bir də onda üzr istəyirəm sizdən, onda bir oğlan qız məsələsi var səsində. Mən sizə deyərəm, bax, sübut olunacaq ki, o həm oğlandır, həm qızdır. Onun səsinə fikir verin, onun danışığına fikir verin, incəliklərinə baxın, necə əzilir, büzülür. Heç nə də fikrini necə eləyə bilmir. Siz Bu insan aparıcının anormal suallarına bir belə insan. cavab verə bilmir. Aparıcı dəfələrlə sualını təkrar edir, ya o sualı başa düşmür, görünür ki, ya da ki, məqsədli şəkildə sualdan yayınmağa Bu çalışır. küçədən tutulan adamdır. Cənab Prezident özü də dedi ki, Küçədən tutulan adamdır bu. müsahibəsində dedi ki, o küçədən Bəli, gəlib və küçədən Soros gəlib fondunun hakimiyyətə. Bəli, layihəsidir. bəli, Soros onun fondunun layihəsi ilə gəlibdi. Orada da onun, heç o birisi də bir zibil döyüldü, o əvvəlkilər, açığı deyim. Məsələn, Kriminal rejimi Loğalanmırdı, deyirsiniz yəqin ki də. Sərkisyan, Qarabağ Qaçıryan, klanının demirdi ki, biz kriminal rejimi Xocalını deyirsiniz, törətdik, belə, elə Bəli. filan, vəhşiliklər elədilər də. Xocalda elə hadisələr var, danışdan pusat adamı tükür fəşir. Əlbəttə. Bilirsiniz, bunların hamı, Bugün amma Gəncədə bu, baş verənlər çox da fərqli deyil. amma indi Körpə burada uşaqlar həlak ancaq olur, ona yaralanır. mütləq göstəriş verən, əmr verən Paşinyan özüdür, müdafiə naziridir. Onda Bu iki Yoxsa nəfər- yenə deyəcək, mənim xəbərim yox idi, əmri mən verməmişdim. Çox güman ki, Axı elə bundan Görsən Naxçıvan- almır. çox Naxçıvana güman ki, atılanı açıqlama boynundan verəcək. atırlar. Naxçıvana atılanı boynundan atırlar. Bəli. Görün bunlar nə qədər hiləgər, aşağılanmış. Belə olan halda da Sadəcə yenə də təzadlı məqamlarda o zaman belə çıxır ki, ya Müdafiə Nazirliyi baş nazirə tabe olmur, ya ordu bir nizam intizam yoxdur, Başı pozuqluqdur. əmri o zaman kimdən alırlar onda belə Başı çıxır? pozuqluqdur, başı pozuqluq. Mənəm durmuşam topun dalında, ağlıma verir. Siz görmədiniz ki, onların o istehkamlarında nə qədər narkotik maddə çıxır. Bəli, bəli. O var idi, bəli. Narkotik nə deməkdir? Bihuş edicidir, ağlın alandır, bu vəhşilik yaradır, insanda aqressiya yaradır. Belə bir xəstə Bax, bu ordu dəqiqə ilə onlar döyüşürük. Qorxaqları iki yolla yəni döyüşə cəlb eləyirlər də. Onlar bir Bəli. ayaqların zəncirliyi ilə ki, qaça bilməsin və bir də ki, yəqin ki, bu psixotrop və narkotik yəqin ki, maddələrdən deyil, bu istifadə eləsinlər. həqiqətdir bu. Bəli, Özdə faktlar İranla bunu deyil. hardan gəlir narkotik Azərbaycanın ərazisinə? İrandan keçir də. Balkan marşrutudur. Düzdür, mən narkotiklə işləmişəm 16 il. Bu məsələləri yaxşı bilirəm. Oradan keçir və onlar onun hesabına. Çünki narkotik qəbul edən insan artıq ətrafını hiss eləmir. Hər bir cinayətə gedə bilir. Və belə xəstə ordu ilə biz döyüşürük. Və indi o Onlarla xəstəliyi də özü deyil. təmizləmək üçün Allah qoysa bizim oğrumuz, Bəli. Bəli. bax Ali Baş Komandanın göstərişi ilə, rəhbərliyi ilə, sərkərdəmizin göstərişi ilə, doğrudan da bizim möhtərəm prezidentimiz elə akıl sərkərdəymiş, böyük bir dahi sərkərdəymiş. Əlbəttə. Çünki onun fikir verin, çıxışlarında, ordunu yönləndirməsində, özü hər dəfə tapşırır ki, mülhi əhali ilə işimiz yoxdur. Humanizm. Amma Bu səbr var. humanizm. Səbr, bəli, humanizm, Böyük səbir, mədəniyyət. siyasi iradə Amma və onları həmən uyuşdurucu maddələrlə, bax, bugünkü gecəki hadisəni törədiblər, ondan əvvəlkini törədiblər. Daima hamısını, o qara kənd var, qara kənd, Çartazın altı. O qara kənd hələ 20-ci illərdə də, 1920-ci illərdə, 18-ci illərdə ora olubdu həmən o cinayətkarların, terrorçuların məskəni. Bax, ora dağılacaq, onlar da çıxıb gedəcək. Mən inandırım, siz orada bir nəfər adam yoxdur. İndi 1-2-3 dənə həmən narkoman döyüşçülər zadlar qalıblar.
O da büyün sabağa Bir həll də olmalıdır. Müdafiə Nazirliyi bir neçə gün əvvəl bir xəbər yaymışdı. Əslində fəxr edici bir xəbər idi ki, Azərbaycan ordusunun rəşadəti və döyüş taktikası nəticəsində iki alay arasındakı rabitə itib və o alaylar hər ikisi bir-birini düşmən zənn edərək atəş açıb bir-birini öldürmüşdülər və Bu birinci belə fakt deyil, dəfələr Yox, olub. dəfələr olub. Bu Bu artıq həmin ordunun bir-birini öldürməyidir. Bax, görün nə deyirəm, həmən o rabitənin itməyin hamısı bizim ordumuz eləyir. Hə də onu deyirəm. Bizim hərbiçilər eləyir. Əlbəttə, bizim hərbiçilərin səyi və döyüşün nəticəsində itirir müşahidə rabitəni. nöqtələrini sustururlar, həmən rabitələri qırırlar, orada da onlar məlumatsız olaraq bir-birini güllələyir. İndi adın qoyacaqları ki, biz qırmışıq. Bəlkə də orada yüzlərlə bir-birini qırıblar. Çünki bu postdan xəbəri yoxdur. Bir də deyək ki, ordunun arxasında artıq bir komendant bölüyü gəlir ki, o da qaçanları özləri güllələyirlər. Bəli. Belə əmr Döyüşdən verilmişdir. qaçanları özləri güllələyirlər. Yəni, bu artıq məhvə doğru getmək deməkdir. Çünki bir əskər öz papağını qoyub qaçırsa, döyüş bayrağını qoyub qaçırsa, özünüz müharibə veteranısız və ehtiyatlı olan polkovniksiniz. Döyüş bayrağını qoyub qaçan orada artıq uduzmuş ordudur. Hələ adama gözləyir ki, nəsə olacaq, nəsə baş verəcək. Belə bu artıq çürümüş, içərdən dağılan, parakəndə bir ordudur. Hay-huyla bunlar istəyirlər ki, Azərbaycanın şanlı ordusuna qalib gələrlər. Mən hər dəfə bunu fəxrlə deyirəm, istəyirəm bir də deyim. Bizim ordunun o taktikası nəticəsində, döyüşü nəticəsində bunların illərlə özlərinə qurduğu bir euforiya var idi. Ohanyan səddi. Necə o sədd məhv oldu, bütün dünya car çəkirlər. Hətta Yerevanda beton, çınqıl, sement qoymamışdılar. Hamısını daşıyıb gətirib orada sədd çəkirdilər. Amma bir neçə saatın içərisində o Ohanyan səddi məhv oldusa, bu bunların 30 illik istehkamı idisə, 30 illik yığdıqları orduydusa... Və bu nə oldu? Bu nə oldu? Düşmən unutmamalı ki, Azərbaycan dünyanın 50 ən yaxşı ordusu siyahısındadır. Bir də bizim silah-sursatımız daha müasir silah-sursatdır. Zabit gizirlərimiz daha peşəkardır. Bizim müasir silah-sursatla işləmək var. Bəli də, yəni Peşəkar ixtisaslaşmış kadrlarımız var. Bunlar da kimdir? 60 yaşında üzü başı ağappaq əlində bir avtomat durub orada bizə xox eləyir. Bu aydın məsələdir ki, orada ordu yoxdur, artıq ordu yoxdur. Orada o, həmən o bugün atılan mərminin arxasında duran bir-iki nəfər var ki, o da inandırıb sizi ki, bəlkə də erməni deyil. Elə onun səbəbidir də bu Gəncə və Gəncə kimi digər mülki şəhərlərimizin atəşə tutulması. Fakt əlimdə yoxdur, ancaq mən bunu hiss edirəm. Fakt yoxdursa deməyək. Mən intuisiya, bax, mən deyirəm ki, həmin o atılcılığı eləyən, həmən silahları bura atanın arxasındakı erməni deyil. Bildim, amma faktımız yoxdursa deməyək. Hardansa, bəli, xaricdən muzlulardır, indi bilinmir nə millətidir. Bax, onlardır. Özdə bunların Suriyada çoxlu erməni var. Bizi şərləyirlər. Bizim Suriye'nin nə əlaqəmiz? Amma bizim bir şey deyim. Ölkə başçısı söylədi ki, bizim dedi, ehtiyacımız yoxdur. Azərbaycanda minlərlə hazırlanmış nizamlı, bizim ixtisaslaşmış kadrlarımız var, ordumuz var və bizim ehtiyacımız yoxdur gedib terrorçuları gətirməyə. Amma bizim Dövlət Təhlükəsizlik Xidməti özü sübut elədi, onların radyo danışıqlarını tutmuşdu ki, o terrorçu qruplaşmaya danışırdı. Amma sizə bir şey deyim, cənab polkovnik, onlar özləri çıxıb gedəcəklər. Çünki muzlu döyüşçülər hara üst tuturlar da, adətən hardansa qənimət götürsünlər. Amma orada qənimət düşmançılığını da o səs yazmalarında qeyd çıxıb gedə bilsələr. O da var da, bizim ordumuz onlara imkan versə. Onlar qanmır ki, bax, biz humanistliyi eləyirik, onlara o Laçın koridorunu gözləyirik ki, gedin. Bilirsiniz, ancaq bunların təfəkküründə onları məcbur eləyirlər. Hansı ki, o terrorçuların başçıları ki var. Məcburiyyətlə işlə nail ola bilməyəcəklər. Dalqaban kəsib, onu Ferrari eləyirlər. Gəlin Füzuliyə qoşulaq, bizim əməkdaşımız Tural Qurbanov oradadır, görək Füzulidə vəziyyət necədir. Tural, sabahınız xeyir olsun, bizi eşidirsinizmi? Sabah ser, salamlayıram sizi Füzulidən, sabah ser. Sabahın xeyir, Tural, özün necəsən və Füzulidə son vəziyyət necədir? Məlumatları səndən eşidəyik, buyur. Valla deyim ki, açığın deyim ki, dünən gecəyə kimi yaxşı idik, amma erməni silahlı birləşmələrinin Gəncədə törətdiyi terrordan sonra biraz əhval-ruhiyyəmiz aşağı düşdü. Dünən gecə deməli Füzuli rayonunda axşam radələrində bir neçə cəbhə boyu ərazilərdə yerləşən yaşayış məntəqələrində atəş səsləri eşidildi və bir neçə dənə top mərmisi düşdü, əsasən də Şükürbəyli kəndinə.
Cəbrayıl rayonu istiqamətində isə aldığı məlumata görə orada düşmən yenidən təxribata əl atıb və qruplar şəklində hücuma keçməyə başlayıb. Hazırda isə həm Cəbrayıl rayonu istiqamətində, həm də Füzuli rayonu istiqamətində demək olar ki, atəş səsləri eşidilmir, sakitçilikdir. Əgər hər hansı bir məlumat olarsa, bununla bağlı informasiya çatdıracağıq. Aydındır Tural, təşəkkür edirik. Təşəkkür Özünüzü edirik, qoruyun. çox sağ olun. Bəli, Füzulidə olan son vəziyyət belə. Ümumiyyətlə, daim bizim yaşayış məntəqələrimiz atəşə tutulur. Biz bunu dəfələrlə qeyd etdik. Tərtər olsun, Ağdam, Füzuli, Ağcabədi, Bərdə. Yəni, ötən gündə ümumiyyətlə Ordubadın atəşə tutulması nə yaxşı ki, bu boş bir əraziyə düşdü və yaralananlar olmadı, həlak olanlar olmadı. Amma bugün biz Gəncə və Mingəçeviri görürük və vəziyyət göz qabağındadır. Bu da Ermənistanın növbəti çarəsizliyinin bir nümunəsi deyə bilərik. Bir sübutudur. Bilirsiniz, bunlar o təhlükəsizlik şurasının üzvüdür. Onlar çalışırlar ki, burada cəlb eləyərlər digər dövlətləri. Digər dövlətləri cəlb eləmək üçün Münaqişənin ayrılığını bilmək istəyirlər. Biz öz torpağımızda döyüşürük. Təbii. Ordumuz öz torpağımızda təmizləmə ilə məşğul. Təmizləmə deyəndə azad eləyir də, onlar tərəfindən işğal olunmuş qeyri-qanuni əraziləri azad eləyir. Bu ərazidən çıxanda artıq üçüncü dövlətin qarışmaq ixtiyarı gəlir. Bunlar ona çalışırlar. Ancaq başa düşmürlər ki, burada da analiz olunacaq ki, bu təxribatdırmı, onu təşkil olunub ora dartmaqdırmı, yoxsa həqiqətən də o dövlət bu məsələyə, o çalışır Türkiyəni bura qata. Açıq məsələdir. Türkiyədə oturub orada moralini bizi bəli, mənəvi olaraq bizim bir millət, iki dövlət, düzdür. O, əlbəttə, özümüzün qanımızdır, canımızdır. Bizi yalnız mənəvi dəstəyi göstərir. Düzdür, deyir ki, ehtiyac olarsa biz hərbi dəstəyi göstərməyə hazırıq, amma bu dəqiqə, bu indiki mərhələdə yalnız və yalnız mənəvi dəstək. Hətta Ali Baş Komandan öz müsahibələrinin birində dedi ki, bəzən dedi, dini, irqi, yaxın olan millətlər var ki, onların heç yaxşı qonşuluq əlaqələri yoxdur. Amma yoxdur. Türkiyə ilə Azərbaycanın modeli bu tamam başqadır. Dünyaya örnək olmalıdır. Biz qardaş ölkəyik. Bizdə dostluq münasibətindən daha çox qardaş bağı var. Və o qardaş bağı fonunda Türkiyə Cumhuriyyəti bizə mənəvi dəstəkdir və hər zaman da haqq sözünün yanındadır. Ümumiyyətlə, haqq işimizdir. Bizim işimiz haqq işimizdir. Biz öz torpağımızdayıq və erməni əskəri ölmək istəmirsə, rədd olsun mənim torpağımdan. Sənin sözünün bu məqamında da xüsusən mən vurğulamaq istəyərdim. Elə Ermənistanın Gəncə şəhərində o mülki əhali yaşadığı məhəllənin raket ateşini tutmasına ilə ilk münasibət bildirən də məhz Türkiyə Prezidentinin sözçüsü oldu İbrahim Kalın. Öz Twitter hesabında yazmışdı ki, bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq. Kim nə deyirsə desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır. Ermənistan elan edilmiş humanitar ateşkəsə baxmayaraq müharibə cinayətləri törədir və Xocalıda olduğu kimi qadın, uşaq, qoca və mülki şəxslər demədən qətl törədir. Tamamilə doğrudur. Bax, fikir verin. Bax, Türkiyənin prezidenti Erdoğan deyir ki, bax, sevgimiz bir, sevincimiz bir, gülüşümüz bir. Bəs bizdə niyə olmamalıdır? Buna xainlik eləyirlər. Bilirsiniz, o ermənilərin xisləti deyil. Təkcə xristiyan, böyük dövlətlərin xainliği tutur. Bax, eyni dinə mənsubuq da İranla biz, düzdürmü? Bəli. Onların bizə olan münasibətinə baxın. Xudafərim körpüsündən ora marşrutlar gedir, işbirliyi yaradırlar, nə bilim, silah daşınır. Amma Türkiyəyə baxın, bizim prinsipə gedərik. Amma Cənab Prezident açıqladı ki, yəni o yayılan xəbər, elə bir xəbər yoxdur. Yəni heç bir o İran və Ermənistan arasında bununla bağlı. Yəni o sadəcə qonşuluq münasibətləri qurub həm Ermənistanla, həm Azərbaycanla. İndi o İranın öz xarici siyasətidir. Yox, qonşuluq qurubdur. Ancaq burada faktiki olaraq onların bircə dənə quru yolu qalmışdı da. Bunun faktı nətər danmaq olar? Gəlin bunu bilirsiniz. Yəni ki, biz müsəlman... Sadəcə, belə deyə bilərik ki, Səlim, o Türkiyə ilə bizim olan o gözəl münasibətlərimizi gözü götürməyənlər var ki, və sadəcə olaraq bu münaqişə söhbətini başqa bir istiqamətə döndərmək üçün, istiqamətləndirmək üçün bəli, çalışırlar, amma dəfələrlə də bu da qeyd olundu ki, Türkiyə bizə öz mənəvi dəstəyini göstərir, bizim qardaş, dost ölkəmizdir və Azərbaycanın bugün ordusu elə bir gücə, qüdrətə sahibdir ki, o özü öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Və təbii ki, Sadir müəllim, biz sizə təşəkkür edirik ki, siz bu səhər gəldiniz, bizim studiyamıza dəyərli fikirlərinizi də səsləndirdiniz, minnətdarıq. Cəbhəyə buraxmırlar, gəldik. Bəli, hələ ki ehtiyac yoxdur. Elə qeyd olunduğu kimi... Mənim kamuflyajım var, özdə o vaxtdan saxlayıram sumkada. Kim geçsə mənlə maşının arxasındadır.
sumkada. Bax, məsələn, getdim mən, Yevlaxdan buraxmırlar. Bizim Kosmos. güclü Çox ordumuz sağ ol, var, Səlim biz bəy. ordumuza Çünki güvənirik. ehtiyac deyil. Siz Bəli. vətənpərvərliyinizi belə bugün nümayiş etdirirsiniz. Müraciət. Haqq sözünü Azərbaycanı çatdırmaqla biz sizə minnətdarıq. İndi isə hörmətli tamaşaçılar, xəbərlərin studiyasına bağlanırıq. Ən son vəziyyətlə ilə xəbərlərin buraxılışından tanış olaq.